Ölkəni bazara çevirmişsiniz, ölkəni tərbiyəsiz xanaya, əxlaqsızxanaya çevirmişsiniz, rüşvət yuvasına, quldur yuvasına çevirmişsiniz, ölkəni siz cəhənnəmə çevirmişsiniz, ölkəni siz fironların vaxtına çevirmişsiniz. Siz nə istəyirsiniz? Xalqın yedi sərvətlərini diləndirib küçədə süləndirirsiniz, süründürürsünüz. Bura get, ora get, odur bura get, buradan getir, onu getir, dağa dərya salırsınız, filan edirsiniz, vətəndaşı, bu nədir adamdır? Siz Qurana əl basıb, şi kimi, qan düşdünüz, vicdanınız olmayan şərəfsizlərlə and düşdünüz ki, şərəflə xidmət edəcəm. Şərəfsizcəsinə demədiniz. Hərbi komissar bileti 15 minə satır, pul verməyənin biletini oğurlayır, girov saxlayır. Çünki yiyəsi yoxdur ölkənin. Hana şikayət edəcəksən? Müstəntiqlər prokuror işgəncə verir, istədiyi qiyməti qoyur, hara şikayət edəcəksən? Məktəb istədiyi pulu yığır, istədiyi hoqqanı çıxardır, səhiyyə istədiyi hoqqanı çıxardır, digərlər istədiyi hoqqanı çıxardır, məhkəmələr istədiyin həbs eləyir, istədiyin tutur, istədiyin eləyir, çıxardır, buraxır. Yəni belə ölkə olmur, ne doğrudan da? Doğrudan bir abırçılıqdır. Adam bilmir. Deyir, kələfini üçün itiriblər, bəziləri ki, hakimiyyət vicdanını itirib. Hakimiyyət namusunu itirir, hakimiyyət mərhəmətini itirir, hakimiyyət başqa şeylər itirir, kələfini itirmir. Kələfini itirirsə, çıxardım uşaqlığını verər cəmaata. Kələfini itirsə, öz cibindən pul paylar cəmaata. Banklarda, xarici ölkələrdə milyardlar əmlakı, büdcəsi, sərvəti özünün olmaz. Kələfini itirən hər şeyini itirir deməkdir. Nətər bunlar özünə sərf eləyəni kələfini itirmir. Xalqa xidmət eləmək lazım olanda kələfini itirirlər. Kələfinizi sizin girsin gözünüzə, qulağınıza, ora, bura. Yekə adamsınız, yekə quldursuz, yekə tərbiyəsiz, əxlaqsız, mədəniyyətsiz. Bu qədər insan əxlaqsız, bu qədər insan tərbiyəsiz, siyasi, mədəniyyətsiz, siyasi, tərbiyəsiz. Birinə toxunursan, ailəz bir şantaj edir, arvadın tutur, qızım ki, yekə kisə, öz arvadız, qızız kisələrdə orada buradadır. Onun dərdini çəkir. Xalq, insanların vicdanının, ləyaqətli, namuslu ailəsinə barmaq uzatmıyor. Hasana qədər pula görə özü 1000 yola qoyacaqsınız, 1000 əxlaqsız, 1000 oğrəklidən çıxacaqsınız. Bir yandan da xalqın pulunu trolları ezidirsiniz. Danışan kimi təxribat tapar, alçaq adam. Vayın hərbi bileti 15 milyon niyə satırsan? Şərəfsiz. İstintaqlar məhkəmələri niyə rüşvətlə hər maddəni, hər işgəncə verib boynunu işləyirsiniz, pul alırsınız? Niyə? Məktəblərin, biabırxana direktorların milyonu var. 50 ev alıb. Direktor kim daxır? Haranız zibili daxır? Direktorin 15 dənə evi, 20 dənə maşın olsun. Vətəndaş sülənsin, acacına bilmir neyləsin, süründürürlər vətəndaşı. Hər baş həkim milyardları var. Bölgələrə gələndə vilayət evazov gəldi, şikayət elədən getdi, heç onu kefin olmadı. O gəlir, prezidenti yazdılar, təbibə yazdılar. Qardaş, bu milyon yer, bu belə eləyir, bu filan faktlarla deyirsən, bu adamı Cəllabaddan Elnur nə bilim kim oydu, direktor mərkəz səslələr. Nə qədər şikayət 20 il oldu, nə 10 il oldu, götürürlər verdi Sumqayıda, ondan da böyük yerə verdilər. Ondan da böyük vəzifə, ondan da böyük yeməli yerə, imkanlı yerə verdilər. Yekə adam sizə özü ələ salır, özü 1000 yola qoyur, özü artistliyə qoyur, özü nə yola qoyursan qoyur. Həbi pozğunluğun da bir dərəcəsi var, əxlaqsızlığın da bir qaydaları var. Oyun qaydaları yoxdur, bitir, bilirlər. Amma da hər şeyin bir qaydası və bir əndazəsi olmalı. Da bunu çıxdınız, bu qayda qanun, rüşvətin də qaydası, qanunla alın. Əxlaq dediyim kimi, nə o hoqqa çıxadım, nə qələt edirsə, onun da heç olmasa bir bəlli bir həcmi, bəlli bir çərçivəsi olmalıdır. Adam özündən də almışsınlar bu. Vətəndaş hərbi biletini süründürürlər küçələri, ged orada bura, vətəndaşın ağzı yeri yoxdur, vətəndaş onkolojik xəstə olub filan, əməliyyat. Sənədləri tabii ki gedir, hərbi komissiyada, yuxarılardan keçir, oradan buradan müayinədə filandan sənədləri yığdırırlar zorla, 20 dəfə Bakı aparırlar. Gətirir verir hərbi komissarlığa, hərbi komissarlıq 3 gün açıdır, hərbi biletini itib. Yəni siz rüşvət vermədiniz deyə səni daha çox zülüm eləyəcək. Prinsipidir bu. Səni qutudan çıxardan Məzari Pənahın namusunu, şərəfini bu oynayara soxun mən. Biabır eləmişsiniz, Paşinyanın şərəfsizliyi nədir? Düz deyil də, deyir bizim ölkədə Qarabağ qazisi özünü yandırır, məğlub ölkədir. Orada hərbi bileti 15 minə satırlar, oğrəşliyin vicdansızlığın dərəcəsi olur, şərəfsizliyin dərəcəsi olur, rüşvətxorluğun da hər biabırçılığın bir bəlli dərəcəsi həddi olur. Siz hər şeyinizi itirmişsiniz, hər şeyinizi almışsınız ərzin altına, almasınız. Bugün ölkənin problemlərini işıqlandıran, qeyrətli, vicdanlı, mərd, ləyaqətli, cəsur xanımları, jurnalist qızları şərliyib həbsə qoymazsınız. Sizin ailə üzvləriniz gedir Ermənistana deyirsiniz, gönlü bəyənmir, Ermənistan bizim şey olur. Şərləmək istəyəndə Əfqan erməniləşdir filan kəs deyirsiniz, bilirəm.
Götürüb ölkənin sərvətlərini tapa edirsiniz, dağıdırsınız, xarici ölkələrə falan.